Rusiyanın Yekaterinburq şəhərində yerləşən Baku Plaza ticarət mərkəzinin yaxınlığında Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şklinski tutulub. Oxu-Azın Uralı Telegram kanalına istinadən verdiyi məlumata görə bu haqda hüquq mühafizə orqanlarındakı mənbə xəbər verib. Sosial şəbəkələrdə saxlanılma anının görüntüləri yayılıb. Azərbaycan diasporundan faktı təsdiqləyiblər. Mutvəli Şklinskinin Şahin Şklinskinin oğlu vəkili nəşratan saxlanıb qeyd edib. Onun sözlərinə görə saxlanmazdan əvvəl təqib olunub. Sputnik Azərbaycan İnformasiya Agentliyinin ofisində dünən polisin apardığı əməliyyat nəticəsində saxlanılan 8 nəfər məhkəməyə gətirilib. Proses Sabah rayon məhkəməsində keçirilir. Əlavə edək ki, Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, Rosiya Siqonyanın Azərbaycandakı nümayəndəliyi ləğv olunub. O söyləmişdi ki, sözü gedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər. Buna baxmayaraq, Sputnik Azərbaycanın fəaliyyətini davam etdirdiyi əməkdaşlarının işə çıxdığı məlum olub. Qeyd edək ki, bugün Xətai rayon məhkəməsi Sputnik Azərbaycan İnformasiya Agentliyinin ofisində dünən polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor Igor Kartavıq və əməkdaş Evgeni Belosov barəsində həbs qətimkan tədbiri seçib. Məhkəmənin qərarı ilə onlar 4 ay müddətinə həbs ediliblər. Onların hər ikisi cinayət məcəlləsinin 178-3 birinci dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə 1-2 küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq 1-2 mütəşəkkil dəstə tərəfindən törədildikdə 1-3 cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma 1-2 xeyli miqdarda törədildikdə maddələri ilə ittiham edilirlər.